Türkiyədə baş verən faciəvi hadisədən sonra televiziya və YouTube kanallarında insanlara təqdim edilənlərdə dəyişikliklər edilməyə başlandı. Minlərlə, hətta milyonlarla izləyicisi olan serialların həftəlik yayımı nümayiş olunmadı. Ssenarilərində dəyişiklik ediləcəyi deyilir. Milyonlarla abunəsi olan daha çox uşaq və yeniyetmələrə xitab edən YouTube kanalları bağlandı. Sosial şəbəkələrdə mütəxəssislər, tanınmış simalar, müxtəlif peşə sahibləri münasibət bildirdi, çağırışlar etdilər. İndi kiminsə ağlına gələ bilər ki, Türkiyədə baş verən hadisələrdən Azərbaycana nə dəxli var? Türkiyədə uşaqlara təqdim edilən kontent həm də Azərbaycanlı uşaqların maraq mərkəzidir. Ona görə də istər seriallar, istər filmlər, istərsə də izləyiciləri daha çox uşaqlar olan YouTube kanalları həm də ölkəmizdə hədsiz izlənilir. Sonuncu hadisədəki 14 yaşlı məktəblinin qeydləri olduğu deyilən yazı yayımlandı. Həmin qeyddə o yeniyetmənin hansı duyğular içərisində, necə psixologiyada olduğu aydın hiss olunur. Stat: Çox tənhayam. Demək olar ki, heç dostum yoxdur. 2 nəfər dostum var. Onlarla da çox vaxt danışmırıq. Ailəm məndən nifrət edir, məndən qorxur, ümidlərini doğrultmamışam. Həyatım boyu həmişə tək olmuşam. Səbəbini bilmirəm. Əslində çox şeyim var. Həmişə insanlarla qaynayıb qarışmağa çalışdım, amma həmişə tək qaldım. İnsanların məni tanıması, görməsi xoşuma gəlir. İstəyirəm ki, bu dünyadakı varlığımı, verəcəyim zərəri hiss etsinlər. Statın sonu. Görünən odur ki, yeniyetmə tək qalıb, dostu yoxdur. Ailəsinin onu sevdiyini hiss etmir. Hətta əksini hiss edir. Özünə qapanır, diqqət mərkəzində olmağa çalışır. Onu görmürlər, biraz daha çalışır. Yenə görülmədiyini hiss edir. Beləcə hər kəsə düşmən kəsilir. Zərər verməyə çalışır ki, insanlar onun fərqinə varsınlar, qəhrəman olsun. Yeniyetmə qeydi ingilis dilində yazıb. Yazda dahi olduğunu, hər kəsdən üstün və IQ səviyyəsinin yüksək olduğunu bildirib. İnsanlar tərəfindən ağıllı, zəkalı yeniyetmə kimi qəbul olunduğunu deyib. Həmçinin ingilis dilini məktəbdə yox, özünün öyrəndiyini qeyd edib. Bunları oxuyandan sonra insanın ağlına bu uşaq sevilsəydi, dostları olsaydı, sevgi göstərilsəydi, görəsən necə olardı sualı gəlir. Sevilməklə, birlikdə zaman keçirməklə sonradan baş verə biləcək faciənin qarşısını almaq mümkündür. Övladlarımızı sevməyə gecikməyək.